Teymuri hökmdarı Şahruxun fəaliyyət dövrü üçün səciyyəvi olanları soruşur. Birinci biz onun hakimiyyət illərinə baxaq. 1409-cu ildə hakimiyyətə gəlibdir, 1409 və 1447-ci ilə kimi hakimiyyətdə olubdur. Səfəvi dövləti ilə diplomatik münasibətlərin qurulması Səfəvi dövləti 1501-ci ildə yaranıb və zaman olaraq uyğun gəlmir, çıxdıq. Qaraqoyunlu dövlətin asılı hala salınması 1436-cı ildən asılı hala salınıb 47-ci ilə kimi Qaraqoyunlular Teymurilərin vassalçılığında olubdur. 2 düzgündür. Dövlətin paytaxtının Yeni şəhərə köçürülməsi, bəli, Səmərqənddən Herat şəhərinə köçürülübdür. 3 doğrudur. Alaşkert döyüşünə məğlub olması. Alaşkert döyüşü 1421-ci ildə Qaraqoyunlu Qara İskəndər məğlub olur. Şahrux orada qələbə qazanır, 4-ü götürə bilmirik. Şirvanşahlar dövləti ilə hərbi ittifaqın bağlanması. Bəli, 1420-ci ildə Şahrux Azərbaycana hücum edir və bu zaman artıq Şahrux müqavimətsiz şəkildə Qarabağı işğal edir. Şirvanşah 1-ci Xəlilullah da Şahruxla ittifaqa girir. Cavabımız 2, 3 və 5. 2, 3 və 5 doğrudur.